Hamına sabah xeyir olsun dostlar. Sabahınız da xeyir, çünki hal-hazırda saat 4-də işləyir tezdən. Bugün Şuşaya yola düşürəm. Vlog olacaq, sizə qısa videolar çəkəcəm və onları birləşdirib inşallah ki maraqlı bir video əldə edərik və sizə göstərəcəm bunu. Yavaş danışıram çünki evdə valideynlərim hal-hazırda yatır. İnşallah tez bazar hazırlaşım, çünki saat 5-də yola düşəcək bizim avtobusumuz. Görüşərik, hələlik. Dostlar, mən artıq hazıram. Belə geyindim. İndi gedirəm atamı yuxudan durğuzam. Yola düşək. Ümid edirəm yaxşı bir vlog çıxar bundan. Hələlik. Axır ki minmişik. Hələ ki tam minib qurtarmamışıq. Ora çatanda inşallah buluşarıq. Deməli dostlar gedirik. Yanımdakı bibim qızıdır. Səs çox pis olduğu üçün yenidən səs əlavə eləməli oldum. Gedirik, hal-hazırda yoxlayırıq. Dostlar, bura asan xidmətdir. Səhər yemək yemək üçün gəldik. Artıq çatdıq. Göstərəcəm. Hal-hazırda Kürdəmərin asan xidmətindəyik. Səhər yeməyi yeyəcəyik. 2 saat yol gəldikdən sonra ümid edirəm eşidirsiniz. Yəni işğal olunmuş zonalara getdiyimiz üçün yolda bir oyun falan olmadı. İndi sizə yeməklər də göstərəcəm. Bu bibim qızı. Onun özünün şəxsi turu var. Bu arada onu qeyd eləyəcəm aşağıda. Bu da bizim səhər yeməyimiz. Hələ ki yəqin davam gələcək. İçərisi belə böyük bir yerdir. Çayımız da gəldi. Baxın belə ətrafı göstərim sizin üçün. Artıq səhər yeməyindən çıxmışıq. Əzizlərim, burada avtobusu gözləyirik. Yəni yoldaşlarım, qalanlar da gələcək. Çox yaxşı idi, səliqəli idi. Mən bəyəndim. Yəni həqiqətən səliqəli idi. Burada da balaca bir belə itimiz var. Hava da çox yaxşı idi. Düzdür, biraz sərin idi, amma yenə də yaxşı idi. Daha sonra düşürük yola dostlarım. Burada sıxıcıdır biraz. Musiqi qoydum, çünki işğal olunmuş zonalara gedirik deyə heç bir oyun və yaxud başqa bir şey yox idi. Ən düzgün olan da bu idi. Ona görə yolda biraz ya yatdım ya da musiqiyə qulaq asdım. Burada mikrofonla başım dərddədir. Çapam gəlmir, yəni heç bir halda düzəldə bilmirəm. Burada artıq Bərdəyə giririk dostlar. Bərdədəyik burada. Heç bir səs eşidilmir. Sonradan gördüm ki, bütün əziyyətim, bütün çapam havaya uçub. Neynək? Sonra saxladılar, biz düşdük. Bərdə 15 dəqiqəlik fasilə idi. Mağazinə girdi yoldaşlar. Təbii ki, mən girmədim, çünki mən hər şeyi əvvəlcədən almışdım. Yəni atışdırmalıq falan. Yəni burada da mikrofon deyirəm, yəni deyəsən artıq deyirəm ki, boşunadır hər şey. Hava burada biraz daha açıqdır, yəni gün çıxıbdır. Belə burada tur rəhbərimiz bizə məlumat verir, artıq Ağdama giririk. Burada sizə videodan yəni necə deyirlər, bir fraqmentlər də qoyacağım. Füzuli Şuşa ərazisini əhatə eləyir. Ümumi uzunluğu 101.5 kilometrdir. Bu 101.5 kilometrin təxminən 50 kilometri Perivallı dolama yollardır yəni. Azərbaycanın ən təhlükəli yollarından biri sayılır Zəfər yolu. Ağsu Perivalı necə təhlükəli biliriksə, Zəfər yolu ondan daha da artıq təhlükəli hesab olunur. İndi Zəfər yoluna alternativ bir yol açıblar ki,
dağların arasından tunellər vasitəsilə artıq biz o perivalları görmürük. Yolun açılışı olub, ancaq hələ də istifadəyə verilmir. Yalnız xüsusi dövlət tədbirləri zamanı istifadədə olur həmin yol. Yəqin ki, inşallah o yol istifadəyə veriləndə o yolla turlarımıza, yəni Şuşaya gedib gəlmək üçün o yoldan istifadə edəcəyik. Həmin açılan o tunel yolu ki var, ödənişli yoldur. Burada Ağdam postunda gözləyirik, portalı yoxlayırlar. 55 nəfər idik, yəni biraz uzun çəkdi. Daha sonra isə keçid eləyirik. Bura neytral zonası sayılır. Yəni burada minalanmış zonadır, düzdür. Tam minalar təmizlənməyibdir. Amma bir çox mina burada artıq təmizlənmiş sayılır. Burada isə sağ tərəfdə şəhidlərimizin adına hər bir şəhid üçün bir ağac əkilibdir. Allah rəhmət eləsin, ruhları şad olsun. Bu gün biz ora gedə biliriksə, yəni şəhidlərimizin sayəsində gedə bilirik. Daha sonra isə gəlirik Ağdam ərazisinə. Deməli, dostlar, burada Ağdam Cümə məscidini görürsünüz. Azərbaycanın ən tanınmış tarix və dini abidələrindən biridir. Qarabağ bölgəsinin simvollarından daşıyır. Tikilmə tarixi 1868-1870-ci illər arasındadır. Memarı Kərbəlayı Səfixan Qarabaği, Qarabağ Memarlıq Məktəbinin məşhur nümayəndəsi sayılır. Yerləşdiyi yer isə Ağdam şəhərinin mərkəzindədir. Məscid 2 il minarəli klassik Qarabağ üslubunda inşa edilmişdir. İçərisində və fasadında incə daş işləmələri və İslam memarlığına xas ornamentlər var. Üzr istəyirəm. Vaxtilə Ağdamın əsas dini və ictimai mərkəzlərinin biri olmuşdur. Və 1-ci Qarabağ müharibəsi zamanı 1990-cı illərdə Ağdam işğal olunduqdan sonra məscid ciddi zərərlər görmüşdür. Uzun illər baxımsız qalmışdır, təhqir edici məqsədlərlə istifadə edildiyi barədə məlumatlar da var. Buna baxmayaraq bina tamamilə dağıdılmayıb və Qafqazın Hiroşiması adlandırılan Ağdamda salamat qalan nadir tikintilərdən biri olubdur. Azərbaycan əraziləri azad ediləndən sonra məsciddə bərpa və restorasiya işləri aparılmışdır. Hal-hazırda həm dini, həm də tarixi mədəni abidə kimi yenidən dirçəldirilir. Ətraf ərazilərdə şəhid olanlarımızın əksəriyyəti məscidin yuacanda yuyularaq son mərcə yola salınmışdır. Belə ki, 6600 Ağdam üzərində şəhid olanlar, 600-dən çox Xocalı faciəsində, faciə şəklində şəhid olanlarımız, o qarlı, şaxtalı havada, Qarakən üzərində vurulan helikopterdə şəhid olan dövlət xadimlərimiz, İsmat Qaybov, digərləri, Xocavəndin Qaradağlı soyqırımında şəhid olanlarımız, hamısı bu məscidin yuacağına yuyularaq, kəfənlərlə son mənzilə yola salınmış. Bax, bir zaman durduğunuz bu yerdə məndən əvvəlki imam Hacı Barat ağa, Allah rəhmət eləsin, deyirdi ki, burada 7 gün Xocalı şəhidlərinin ana bacıları qalıb sadəcə olaraq şəhidlərinə göz yaşı tökürdülər. Heç bir yerə də getmək də istəmirdilər ki, o şəhidlərinə göz yaşı tökə bilsinlər. Və məscid Ağdam şəhəri işğal olunanda işğal altına düçar oldu, düşdü. Ağdam şəhəri tarmar oldu, dağıldı, daş üstlərində qalmadıq, sanki ruhlar şəhəri oldu. Ancaq yeganə bir tikili məscid olaraq boşa minarələr qaldı. Erməni düşmənləri minarədən ola bilsin, arent üçün, müşahidə üçün saxladılar da, amma məscidə yenə də təhqir edərək içərisinə donuz, heyvan saldılar. Məscidin divarlarına təhqirami sözlər yazdılar. Hər bir gecənin bir gündüzü olduğu kimi, bu Qarabağımızın gündüzü o qədər gözəl, şəhidlərimizin, qazilərimizin, Ali Baş Komandanımızın sayəsində gəldi ki, 20 noyabr 2020-ci il tarixində Ağdam şəhəri də işğaldan azad oldu. Və ilk olaraq Seyid Lazım ağanın nəvəsi Mir Yusuf ağa Hacı Vüqar məscidə daxil olaraq burada azan verdilər, namaz qıldılar. Və 3 gün sonra Cənab Prezident və Mehriban xanım bir dönəm Məkkə şəhərində gedən zaman, Kəbə evini ziyarət edən zaman bir Quran-Kərim götürdülər. Niyyətlə ki, Qarabağ azad olunsun, Quran-Kərimi Qarabağa geçsinlər. 3 gün sonra hələ bu yer toz torpaqkən ayaqyalın daxil olaraq, bax bu sütuna əl vuraraq o Quran-Kərimin məscid ərmağını qoydular. 2000-ci ildə 9 mayda, 10 may Ulunder Heydərlərin ad günün bir gün əvvəl Amerikalı həmsədir Kevin Kaviana Ermənistan tərəfindən bu məscidə səfər edir. Bu məsciddən bir daş parçası verir.
Və daş parçasını Ulu Öndər Heydər Əliyevə sanki doğum hədiyyəsi olaraq təqdim edir. Ulu Öndər Heydər Əliyev kisəsini götürərək sual edir. Nə var bunun içində? Təbəssüm var. Cavabı çox sarsıdıcı olur. Ağdam Cümə məscidindən gətirmiş daş parçası. Xırda bir hissədir. Ümid edir böyük məscid azad olunar, bizim köməyimizin məscid bərpa olunar. O sözü eşitcək Heydər Əliyev əllər əsir. Səsi boğulur, çox sağ ol sözün belə, çox çətinliklə deyir. Hətta 2 dəfə bağrına basaraq uşaq sökür. Niyə? Çünki 1 milyon qaçqın olan. Ağdam kimi böyük bir şəhəri tarmar olunan, yeganə qalan bir Allah evindən bir daş parçası gəlir. Və Kevin Kaviyanəyə deyir, bu daş parçası mütləq Ağdam Cümə məscidinə qaytarılacaq. Tam 24 il sonra. Məscidimiz Heydər Əliyev Fondunun vəsaiti ilə təmir olunur, bərpa olunandan sonra açılışı yenidən məscidə qaytarılır. Sanki Ulu Öndər Heydər Əliyevin bir vəsiyyəti də yerinə yetirilir. Həmən daş parçası da Quran-ı Kərimdə və məscidin əvvəlki halı və erməni düşmənlərinin məscid etdiyi təkramız hərəkətləri də bu otaqdadır. Baxa bilərsiniz, orada da şəkil çəkdirə bilərsiniz. Allah Ulu Öndər Heydər Əliyevə eyni zamanda bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizin hər bir zaman bu cür xoş günlərə, bayramlara gəzintinizi müsət etsin. Bayramlar mübarək. Çox sağ olun. O burada şəkil bakan verirsiniz. İndi isə Vətən müharibəsi şəhidlərini görürük və yad edirik. Allah rəhmət eləsin. Onlara ruhları şad olsun. Və mən burada Allahverdi Bağırovdan biraz danışmaq istəyirəm. Azərbaycan milli qəhrəmanı Qarabağ müharibəsinin ən igid və tanınmış döyüş komandirlərindən biri olmuşdur və 1946-cı ildə Ağdamda doğulmuş, 1992-ci ildə isə vəfat etmişdir. Daha doğrusu şəhid olmuşdur. Hərbiçi batalyon komandiri olmuşdur. Və 1-ci Qarabağ müharibəsi zamanı Ağdam və ətraf rayonların müdafiəsində böyük rol oynayıb və döyüşlərdə cəsarətli liderliyi və əsgərlərinə bağlılığı seçilmişdir. Ən vacib hadisələrdən biri isə Xocalı faciəsindən sonra çox sayda Azərbaycanlı əsirin geri qaytarılmasına nail olmuşdur. 1992-ci il 12 iyunda mina partlayışı nəticəsində şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan milli qəhrəmanı fəxri adına layiq görülmüşdür. Burada isə gəlirik, qalamız var, Əsgəran qalası haqqında danışacağım biraz və Qarabağ bölgəsinin Xocalı rayon ərazisində yerləşir qala. Qala Ağdam ilə Xankəndi arasında strateji bir mövqedə yerləşir və qala 18-ci əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilib. Əsas məqsədi Qarabağ xanlığının xarici hücumlardan qorumaq idi. Qala həm bölgədə nəzarət nöqtəsi rolunu oynayırdı, həm də 2 hissədən ibarət idi. Yəni 2 ayrı qala kompleksi idi. Hündür və qalın daş divarlarla əhatə olunub. Müdafiə qüllələri var idi. Çay kənarında yerləşməsi müdafiəni gücləndirirdi və tarixi əhəmiyyəti də ondan ibarət idi ki, Əsgəran qalası müxtəlif dövrlərdə döyüşlərin şahidi olub, xüsusilə də Qarabağ uğrunda mübarizələr zamanı strateji əhəmiyyət daşıyıb. Bu da belə sizin üçün bir məlumat. Burada isə daxil oluruq artıq Şuşaya. Yəni ətraflı məlumat 2-ci hissədə verəcəm. Yəni video 2-ci hissəsi də olacaq. Şuşa bilirsiniz, Qarabağın ən qədim və gözəl şəhərlərindən biridir. 1752-ci ildə Pənahəli xan tərəfindən salınmışdır və uzun müddət Qarabağ xanlığının paytaxtı olubdur və 1992-ci ildə Şuşa işğal olunmuş, lakin 2-ci Qarabağ müharibəsi zamanı 8 noyabr 2020-ci ildə Azərbaycan tərəfindən azad olunmuşdur. Bugün Şuşa Azərbaycan mədəniyyət paytaxtı elan olunur və burada geniş bərpa işləri də aparılır və özünüz də hal-hazırda videoda görürsünüz. Və gəlirik biz burada artıq yemək yeməyə. Burada nə seçəcəyimi qərar verirəm yeməklərdən. Dana bastırması seçirəm təbii ki. Yeməklər gözəl idi həqiqətən. Burada da çıxdıq yeməkdən. Ətrafı göz gəzdirirəm.
baxıram. Daha çox mənim fikrimcə bura Şəkiyə daha çox bənzəyir. Tikililər olsun, ab-hava olsun, yəni daha çox Şəkini andırdı mənə, niyə bilmirəm. Burada ətrafa baxıram, hava da yaxşıdır. Həqiqətən hava bizim bəxtimizdən çox da, yəni soyuq deyildi. Daha sonra düşürük İsa bulağına doğru, yollanırıq. İsa bulağına doğru sanki hava biraz daha sərinləşdi. Mənə elə gəldi, bilmirəm, bəlkə də. Burada insanlar əllərində baçokları ilə görəsiz su doldurur və aparırlar. Düzdür, mən götürmədim, yəni veş daşımağı elə də sevmirəm, sözün açığı. Və İsa bulağı haqqında sizə qısa bir məlumat verim. İsa bulağı Qarabağın ən tanınmış istirahət və ziyarət məkanlarından biri sayılır və təmiz və soyuq dağ suyu ilə məşhurdur. Ətrafı isə sıx meşə və gözəl təbiətlə əhatələnib. Yay aylarında isə insanların istirahət etdiyi məşhur məkanlardan biri sayılır və İsa bulağı təkcə təbiəti ilə yox, həm də Qarabağın musiqisi və ədəbiyyatında tez-tez xatırlanan bir yerdir. Burada vaxtilə məclislər, musiqi yığıncaqları və sairə təşkil olunmuşdu. Qısa deyək də, yəni İsa bulağı Şuşanın təbiət incilərindən biri sayılır və ruh dincəldən məkanlardan biridir. Həqiqətən də elə idi. Sonra burada belə şirin-şirin şeylər satılır. Nar olsun, nə bilim, bruloklar falan, Qarabağa aid. Sonra yollanırıq Laçına doğru yola. Laçının peravalları, yəni həyatımda gördüyüm ən uzun peravallar ola bilərdi. Həqiqətən insanı vahimə bürüyürdü. Yolumuz burada uzaq, yəni uzun getdi. Mən videonu əlimdən gəldiyi qədər qısa tutmağa çalışıram, həm də məlumatlı bir video olsun istəyirəm. Çox uzun idi, mən qısaldacam bu peraval hissəsini, sadəcə iki hissədən sizə fraqment göstərirəm. Sonra gəlib çatırıq Laçının özünə. Laçının havası möhtəşəm idi, yəni çox sevdim. Həqiqətən. Laçın haqqında biraz danışaq. Laçın Azərbaycanın Qarabağ bölgəsində yerləşən rayon və şəhərdir və 1924-cü ildə rayon kimi yaradılıb və strateji mövqeyə malikdir. Və çünki Qarabağı Ermənistan ilə birləşdirən yol bu ərazidən keçirdi. Laçın 1992-ci il 1-ci Qarabağ müharibəsi zamanı işğal olunmuşdur, lakin 1 dekabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi nəticəsində imzalanan razılaşmaya əsasən Azərbaycan nəzarətinə qaytarıldı. Hazırda Laçında yeni şəhər qurulur, yollar, evlər, infrastrukturu yenidən tikilir və keçmiş sakinlərin qayıdış üçün şərait yaradılır. Laçın dağlıq və gözəl təbiətə malikdir. Həqiqətən də, yəni havası möhtəşəm idi. Burada sıx meşələr görürsünüz, dağlar, düzdür. İndi hal-hazırda hava, yəni ürək istərdi ki, maya icələyəm olsun və burada bu gördüyünüz iki dağın arası isə Batabat ərazisidir, Naxçıvanın Batabat ərazisidir. Dağların başı qarlı görsənir, havası mükəmməldir, həqiqətən. İndi isə sizə bayaq da dediyim kimi Həkəri çayı haqqında danışacağım. Artıq burada Həkəri çayına gəlmişik. Həkəri çayı Qarabağ bölgəsində, xüsusilə də Laçın və Kəlbəcər rayonlarından axan əsas çaylardan biridir. Çay həm ekoloji, həm də iqtisadi baxımdan bölgə üçün böyük əhəmiyyətə malikdir. Uzunluğu təxminən 200 kilometr, mənbəyi də Qarabağ dağlarından gəlir və Araz çayına qovuşur, axıb Araz çayına qovuşur. Suyu dağlardan gəldiyi üçün soyuq və təmiz idi. Həqiqətən də bunun havasını hiss eləyirdin. Və çay balıqçılıq üçün əlverişlidir. Qışda buz örtüyü əmələ gəlir, yayda isə çimərlik və istirahət üçün əlverişlidir ki, həqiqətən də yəni qumluq ərazi idi. Yəni yay üçün həqiqətən əlverişli ola bilər. Həkəri çayı qədim zamanlardan strateji ərazi olubdur. Qarabağ münaqişələri zamanı bu çay boyunca müdafiə xətləri qurulubdur. Belə deyək də, Həkəri çayı həm təbii gözəlliyi, həm də kənd təsərrüfatı və tarixi əhəmiyyəti ilə Qarabağın əsas çaylarından biridir və çox gözəl təbiətə malikdir, hüzurlu idi, mən çox sevdim. Ərazidə gəzmək insanı həqiqətən uzaqlara aparırdı. İndi də ekskursiyamızın son mərhələsi olan Zabuq kəndinə yaxınlaşdıq. Zabuq kəndi haqqında qısa bir məlumat verəcəm sizə.
və Zabuq kəndi Laçın rayonunda yerləşən kiçik bir yaşayış məntəqəsidir. Qarabağın dağlıq hissəsində yerləşir və Zabuq kəndi də uzun illər işğal altında olmuş. 2020-ci ilin, yəni 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycan nəzarətinə qaytarılmışdır. Kənddə bərpa işləri aparılıb, yəni kiçik, yəni xudmani evlər tikilibdir. Sakinlərin qayıdışı üçün yollar və bütün şəraitlər yaradılmışdır. Zabuq kəndi Laçının dağlıq hissəsində yerləşən tarixi və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir və hazırda da bərpa işləri aparılır və çox gözəl havası və yaşayış məntəqəsi kimi əlverişli zonada yerləşir. Bu qədər. Video çox uzun olmasın deyə ikinci hissəni də daha sonra paylaşacağam sizinlə. Mənimlə qalın, abunə olmağı unutmayın. Ən azı sizin üçün əziyyət çəkib video düzəltmişəm ki, gedə bilməyənlər üçün də hardasa görmüş olsunlar. Sizi sevirəm. Özünüzə çox yaxşı baxın. Hələlik.